Televiziya viktorinasında qazandığı pul ona Londona bilet almağa kömək etdi. İngiltərədə təhsil aldı. Bu müddətdə satıcı işləyərək pul qazandı. Dünən isə onun komandası Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandı. Bu, Sabahın baş məşqçisi Valdas Dambrauskasın inanılmaz hekayəsidir. 2002-ci il Valdasın 25 yaşı var idi və futbolçu karyerası istədiyi kimi alınmamışdı. Onun çata bildiyi ən yüksək səviyyə Litvanın 3-cü divizyonu idi. Lakin onun başqa bir arzusu var idi: məşqçi olmaq. Valdas qərara gəlir ki, məşqçilik sənətinin əsaslarını öyrənmək üçün ən yaxşı yer İngiltərədir. Amma bunun üçün pula ehtiyacı var idi. Anası yeməkxanada aşpaz işləyirdi, atası isə çoxdan vəfat etmişdi. Buna görə Valdas televiziyada yayımlanan "Sıfırdan Milyona" adlı viktorinada iştirak edir. Orada təxminən $1000 puludur. Bu pul ona Londona bilet almağa və hətta kiçik bir otaq kirayə eləməyə kifayət edir. Lakin London Metropolitan Universitetində məşqçilik kurslarına pul ödəmək üçün artıq özü işləməli idi. Müxtəlif işlər görürdü. Təhsil aldığı müddətdə Manchester United və Fulham akademiyalarında təcrübə keçdi. Məşqçilik etdi və əldə etdiyi bilikləri həvəskar London Tigers klubunda tətbiq etməyə çalışdı. 2011-ci ildə artıq diplom və məşqçilik lisenziyası ilə Litvaya qayıtdı və Ekranas klubunda çalışmağa başladı. 3 il sonra isə uşaqlıqdan azarkeşlik etdiyi Žalgirisə baş məşqçi təyin olundu və klubla ölkənin bütün əsas titullarını qazandı. Nəhayət, ötən yay Valdas Sabaha gəldi. İlk mövsümündə komanda onun rəhbərliyi altında qızıl dubl qazandı və dünən isə inanılmaz nəticəyə imza atdı. Cəmi 9 yaşı belə olmayan Sabah tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandı. Televiziya viktorinasında qazandığı pulla Londona gedən bir gənc illər sonra komandasını Çempionlar Liqasının əsas mərhələsinə çıxartdı.